Rus rəssamı Mixail Aleksandroviç Vrubil kilsə xadiminin oğlu idi. Dini məktəbdə təhsil almışdı. Rəssam olduqdan sonra kilsədə müqəddəslərin simalarını təsvir edən Vrubil eyni zamanda iblisin eskizləri üzərində işləyirdi. Yaradıcılıq dövründə rəssam dəfələrlə bu mövzuya, iblis mövzusuna müraciət etmişdi. Sanki iblis rəssamı rahat buraxmırdı. İblis rəssamın tanınmasına və məhvinə səbəb oldu. Birinci əsər Oturmuş iblisdir. Burada sakit əyləşib kədərli gözlərlə uzaqlara baxan bir iblis görürük. İkinci əsər Uçan iblisdir. Lakin tabloda qanadlarını geniş açmış bir iblis görmürük. Deyəsən iblis ağlayır. Üçüncü əsər Məğlub olmuş iblisdir. Əsəri rəssam sərgiyə çatdırmaq üçün gündə 10-13 saat çalışırdı. Vrubil hər gün gəlib sərgidə divarda asılmış tabloya düzəlişlər edirdi. Bu əsərdən sonra rəssam psixiatrik xəstəxanaya düşdü. İllərlə orada müalicə aldı. Son əsəri 7 qanadlı mələk Serafim oldu.